Salam, hər vaxtınız xeyir. Xəbərlərin saat 15 olan buraxılışı ilə qarşınızdayıq. Studiyada Gülşən Aslanovadır. Xəbərlərə keçək. Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik sahədə son günlər diqqət çəkən proseslər yaşanır. Amerika Birləşmiş Ştatlarının hazırladığı 28 maddəlik yeni sülh planı Kiyev tərəfindən qəbul olunmadı. Ardınca Prezident Zelenski Türkiyəyə gələrək alternativ təklifləri müzakirə etdi. Ankara isə həm Vaşinqton, həm də Kiyev arasında balanslı mövqeyini qoruyaraq İstanbul prosesinin yenidən canlandırılmasını gündəmə gətirir. Maraqlıdır ki, tərəflər müəyyən addımlar atsalar da sülh yolunun necə formalaşacağı hələ tam bilinmir. Ötən gün Türkiyədə baş tutan görüş 4 ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsinin gedişatına təsir edəcək faktlarla yadda qaldı. Bütün gözlər çevrildi Zelenski-Erdoğan görüşünə. İki lider birgə çıxışlarında həm atəşkəs, həm də sülh prosesinin sürətləndirilməsi çağırışını səsləndirdilər. Erdoğan açıq şəkildə bildirdi ki, İstanbul prosesi yenidən aktivləşdirməlidir və Türkiyə bunun üçün üzərinə düşəni yerinə yetirməyə hazırdır. Görüşdə siyasi məsələlərlə yanaşı təhlükəsizlik mövzusu da gündəmdə idi. Zelenski xüsusilə Türkiyənin həm Qara dəniz təhlükəsizliyində, həm də Rusiya ilə danışıqlarda vacib rol oynamasına diqqət çəkdi. Türkiye NATO üyesi olmasına rağmen NATO ile birlikte hareket etmeyerek iyi komşuluk ilişkileriyle Ukrayna ve Rusya ile görüşebilen ülke pozisyonuyla yine İstanbul görüşmelerinin devamı niteliğinde bir kapı açılmasını ve her iki ülkenin de razı olabileceği bir görüş masasının kurulmasını sağlayabilecek yegane ülke pozisyonundadır. Her ne kadar Avrupa ülkeleri Zelenski'ye toprak kayıplarına razı olma dese de Amerika'nın desteği olmadan Ukrayna'yı çok daha fazla destekleyemeyeceklerinden hareketle Avrupa ülkeleri bu konuda Amerika ile karşı karşıya gelmektedir. Əslində bu görüşün üç tərəfli olması planlaşdırılsa da, son anda gələn açıqlama ilə ABŞ nümayəndəsinin iştirak etməyəcəyi bildirildi. Səbəb isə olduqca maraqlıdır. Vaşinqtonun bu görüşdə olmaması heç də əbəs yerə deyil. İddialara görə Ağ Ev rəhbəri Türkiyədəki görüşdən əvvəl yenidən məsələyə müdaxilə etmək istəyib. Belə ki, Trump administrasiyası Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 28 maddəlik plan hazırlayıb. Planın ən çox müzakirə edilən bəndləri Krım və Donbasın faktiki olaraq Rusiyanın nəzarətində qalmasının hüquqi şəkildə tanınmasıdır. Vaşinqton bunun Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatı yaradacağını iddia edib. Lakin Kiyev bu şərtləri qəbul edilməz sayıb. Ukrayna rəsmiləri bildirib ki, plan ölkənin suverenliyinə ciddi ziddiyyət təşkil edir və əsas maddələrlə razılaşmaq mümkün deyil. Bu səbəbdən Zelenski ABŞ-nin təklifini müzakirə etməkdən imtina edib. ABŞ mənbələrinin Zelenski topu öz sahəsinə qaytardı açıqlaması isə iki tərəf arasında diplomatik gərginliyin artdığını göstərir. Məsələnin digər diqqət çəkən tərəfi odur ki, Trumpın baş verənlərdən sonra Rusiya ilə sakitcə yeni sülh planı hazırlamağa çalışmasıdır. Ukraynadakı kimi mürəkkəb və ölümcül müharibəyə son qoymaq ciddi və real ideyaların geniş mübadiləsini tələb eləyir. Buna görə də biz bu münaqişənin hər iki tərəfinin rəyi əsasında bu müharibəni bitirmək üçün potensial ideyaların siyasını hazırlayırıq və hazırlamağa davam edəcəyik. İddialara görə Qətər və Türkiyədə Trumpın yeni planının hazırlanmasında və ABŞ-nin vasitəçilik səylərinin dəstəkləməsində rol oynayıb. ABŞ planının rədd edilməsinin ardınca dünən Ukrayna lideri Ankaraya həm bu məsələni aydınlaşdırmağa, həm də Avropa ölkələri ilə birlikdə hazırlanmış başqa bir təklifi təqdim etməyə gedib. Trump administrasiyası bunu Kiyevin Vaşinqtonun təşəbbüsündən uzaqlaşması kimi qiymətləndirsə də, Ukrayna tərəfi məqsədin planın daha geniş formatda digər Avropa tərəfdaşları ilə birlikdə müzakirə edilməsi olduğunu qeyd edib. Bəs Zelenskinin bu addımı ABŞ və Ukrayna arasında, eləcə də digər Avropa ölkələri ilə yeni cəbhə yarada bilərmi? Mən hesab edirəm ki, Qərbin Ukrayna ilə bağlı planları daha pragmatikdir. Çünki bu Birləşmiş Ştatlardan fərqli olaraq həm də Qərbin özünün gələcəyinə də hesablanmış bir plandır. Məlum olduğu kimi Rusiya həm də Qərb üçün böyük bir ciddi təhlükələr yaradır, onun iddiaları daha böyükdür. Bütün proseslər bir daha göstərir ki, Ukrayna müharibəsinin diplomatik həlli üçün bir neçə paralel xətt mövcuddur. Nəticə olaraq tərəflər arasında konkret razılıq hələ yoxdur. Lakin həm Vaşinqton, həm Avropa, həm də Ankaranın aktivləşməsi diplomatik prosesin yeni mərhələyə keçidini göstərir. Bu mərhələdə əsas sual isə budur. Hansı plan həm Ukraynanın suverenliyini qoruyacaq, həm də
həm də müharibəni dayandırmağa real imkan yaradacaq.